Bugünkü mövzumuz isə PDO ilə məlumatları yazdırmaqdır. Deməli, normal üsulda necə eləyirdik? Bir dəyişən yaradırdıq, məsəl üçün Sadala adında. Daha sonra MySQL query db dəyişənimizi daxil eləyirdik. Sonra da select from users əgər şərti ehtiyacı varsa where id məsəl üçün 1. Daha sonra while içində yaz dəyişən yaradırdıq və bunu bərabər eləyirdik MySQL fetch array içində sadalaya. Bu formada məlumatları sadalayırdıq və artıq bu yaz bizə bir array verirdi. Bu arraydə həmin bu məlumatları, bazada olan məlumatları yazdırmaq üçün idi. Yəni bura login yazsaydım, login sütununda olan hər bir şeyi bura sadalayacaqdı. İndi bunu PDO-dan necə eləyəcək, onu göstərim. Deməli, əvvəlcə bir dəyişən yaradırıq yenə. Bundan əlavə PDO ilə baza ilə əlaqə yaratmalıyıq. Deməli, Sadala adında bir dəyişən yaratdım və daha sonra db dəyişənimi yazıram. Burada MySQL query içində birinci parametr olaraq db dəyişənimi yazırdım. Burada isə birbaşa db və db içində bu formada oxdan, yəni bu oxu artıq öyrəşim, bundan tez-tez istifadə edəcəyik. db içində query metodumu çağırıram. Və bu query metodu içində bu SQL kodumu yazıram. Yəni burada heç bir dəyişiklik yoxdur. Bunu olduğu kimi bura ata bilirik. Select from users where id 1. ID-si 1-ə bərabər olanı gətirsin deyirəm. Amma burada PDO-da ekstra bir şey var. Bu mötərizə bitdikdən sonra da bəzi şeylər əlavə eləməliyik. Yəni burada artıq bitir. Amma burada isə PDO-da isə davam eləməlidir. Deməli, ox işarəsi yazırıq, fetch yazırıq. Deməli, fetch metodu nə üçün istifadə olunur? Əgər bazadan belə deyim də users table-ını çəkirik və usersdən əgər bir istifadəçini çəkiriksə, yəni sadəcə tək istifadəçi lazımdır bizə. Onda tək fetch metodunu istifadə edə bilərik. Əgər birdən çoxdursa, yəni sadalamaq istədiyimiz məlumatlar, yəni bu formadadırsa tutaq ki, burada isə fetch all metodunu istifadə etməliyik. Yəni bunu yadınızda saxlayın. Hal-hazırda bütün istifadəçilərin adını sadalayaq. Fetch all yazıram. Burada mötərizə içində isə PDO 2 dəfə 2 nöqtə və fetch soc yazıram. Və bu kod artıq bunun eynisidir. İndi belə eləyək. İndi burada while-dan istifadə edirik. Burada isə for each-dən istifadə edəcəyik. Çünki bu bir sadala dəyişən bir multi array-dir və array parçalamaq lazımdır. Bunun üçün də mütləq bizə for each lazım olacaq. Sadala s və bura bir dəyişkən yazmalıyıq. Bir ad verməliyik. Burada da yazı yazaq, bunun eynisi olsun. Və artıq bu yaz dəyişkəni mənim məlumatlarımı əvəz edir. Məsəl üçün login yazsam, bütün loginləri sadalayacaq, amma əvvəlcə bunu silək bu formada. Bütün istifadəçiləri sadaladı. Bundan əlavə, əgər bir istifadəçi seçmək istəyiriksə, bunu bu formada da yaza bilərik. Yəni fetch all içində yazmaq olar. Amma fetch metodu içində bu formada yazsaq, bütün istifadəçiləri çağırsaq, bizə belə bir error verəcək. Yəni belə eləmək mümkün deyil. Tək istifadəçi üçün fetch-i istifadə edirik. İndi tək istifadəçini çağıraq. ID bərabərdir 1-ə. Fetch yazdım və bizə yenə error verir. Bunun səbəbi nədir? Səbəbi odur ki, bu sadala artıq, yəni burada artıq for each-ə ehtiyac yoxdur. Bir istifadəçi olduğu üçün nəyi sadalayacaq? Sadəcə olaraq bir istifadəçi verdiyi üçün onu da normal qaydada yazdırmalıdır. Yəni, əslində bu sadala artıq bayaq yazdığımız yaz dəyişkənin əvəz edir. Yəni, bu sadala içində login yazsam, ID-si 1-ə bərabər olan istifadəçini mənə verməlidir və verir də. Deməli, məlumat çəkmək bu formadadır. Bunlar hamısı sizə başa düşürəm ki, çətin gəlir. Bəlkə də deyirsiniz ki, PDO-ya nə ehtiyac var? MySQL idan istifadə edeyim, amma onu deyim ki, PDO-nun üstün cəhətlərin
İndi deməyim, bundan sonraki dərsdə ətraflı başa salacağım. Onda həqiqətən nə qədər əhəmiyyətli bir şey olduğunu başa düşəcəksiniz. Hələlik.